Rezonansın bugünkü anti-qəhrəmanı Reyhan Davudovadır. Onun törətdiyi dəhşətli cinayət bir vaxtlar ölkədə müzakirə olunan əsas mövzulardan biri olmuşdu. Gəlin bu məhkum qadınla yaxından tanış olaq. Davudova Reyhan Ramazan qızı 1988-ci ildə anadan olmuşam Şəki şəhərində. Atam, anamla, yəni ailə həyatı qurulandan sonra bir müddət sonra ayrılıblar. Mən elə bir atamın himayəsində olmuşam. 8-ci sinifə qədər Şəki şəhəri 19 nömrəli məktəbdə oxumuşam. Sonra Ali Heydər Əliyev adına Ali məktəbdə kursant olmuşam. 2-ci kursa qədər oxumuşam. Sonra belə oldu ki, oradan da yəni çıxdım məktəbdən. Biraz problemlə yaşadım evdə. Yəni böyüm oğlu zadda icazə vermədilər. Yəni çıxdım oradan. Söhbət zamanı Reyhan Davudovanın bəzən psixoloji problemlər yaşadığı aydın görünürdü. O, azad həyatda hərdən hərbi paltar geyinib, sənədsiz, filansız gəzirmiş. Bu gəzintilər sonunda onu psixiatriya şöbəsinə gətirib çıxardırmış. Amma Reyhanın dediyinə görə hər şey qaydasında olubmuş. 26 yaşımda mən birinci dəfə tutuldum, gəldim. Əynimdə forma var idi, hərbi hissədədir, Ağdam rayonunun Quzanlı kəndində. Sadəcə orada elə mən tutanda sənəd istəyirdi, polis işçiləri sənəd istəyəndə, mənim də formada olduğuma görə, yəni elə şeylər var ki, hərbidə paylaşılmır da, hərbi sirlər. Mən də elə olurdu ki, məcbur idim ki, gecə vaxtıdır da, yəni pozisiyada tutulmuşam. Yəni soruşurlar ki, sən nə, kimsən, nədirsən, sənədi təqdim elə. Mən də polis əməkdaşlarından yəni yaxşı rəftar eləmirdim də. O da məcburiyyət qarşısında qalıb araşdırırdılar ki, yəni kiməm, nəyəm, kimliyimi. Ona görə də gəlirdib, gətirdilər polis bölməsinə. Oradan da Şəki rayonlar arası psixiatriyaya zəng edildilər. Məni gətirdilər, orada da biraz mübahisə yaranırdı. Mən aparırdılar Şəkilərə, psixiatriya. 2 gün, 3 gün qalırdım. O da baxırdı ki, normal bir insanam, yəni ki, ehtiyacım yoxdur heç bir şeyə. Buraxırdı. Son elə oldu ki, ikinci dəfə daha biraz başqa bir şeyə üzrə mən biraz şey keçirdim. Məndə tutmalar əmələ gəldi. Özümü yəni ki, müdafiə eləyirəm, düzdür, vaxtında 2 aydan, 3 aydan bir məndə tuturdu, pis vəziyyətlərə düşürdüm. Sonra özüm könüllü olaraq məcbur elədim də öz-özümü ki, yəni mən buna qalib gəlməliyəm də, yəni baxmayaraq, yəni ola bilər ki, bilirdim ki, nəsə bir əlimdən hadisə çıxa bilər. Yəni ona görə özüm psixiatriyaya müraciət edirdim neçə dəfələrlə. Dedilər, yox, stabilsən, sadəcə səndə keçicidir. Yəni ki, əqli, gəllidir, olqafriyadır. Reyhan Davudova iddia eləyir ki, çətin günlər yaşayıb, həyatı xoşa gələn və rəvan olmayıb. Anası ilə nənəsi arasında münasibətlərin gərgin olması da ailəyə əlavə problemlər gətirib. Hardasa 2 il idi ki, nənəmin yanındaydım. Gündüzlər nənəmin yanında olurdum. Gecələr yəni ki, gedirdim, işləyirdim. Anam işlədiyi yerdə çox vaxt qalırdı. Biraz mübahisələr öz anası ilə yaranırdı. Yəni ki, məni istəmirdi. Mənə niyə görə istəmirdi? Çünki bir-iki dəfə mən psixiatriyada yatmışdım. Bu elə bir ki, qorxurdu ki, yəni ki, nəsə bir hadisə olar, eləyər, bundan çəkinirdi, qorxurdu. Mən də yəni ki, anamın yəni deməyinə görə, yəni baxmaq üçün burada qaldım. Xeyr, mənim nənəmin heç kimə ehtiyacı olmayıb. Ailə həyatının rəvan olmaması da Reyhanın psixoloji durumuna ziyan gətirirmiş. O, tam sağlam olmasını iddia eləsə də, tez-tez hərbi geyimdə və hicabda gəzməsi işlərin heç də ürək açan olmadığından xəbər verirmiş. Mən hicabda olurdum. Sadə evdən çıxanda, məsəl üçün tükana gedəndə, eləyəndə, namaz qılmağa da gedəndə, ibadət eləməyə, mən hicabda olurdum. Sadəcə, mən elə vaxt o ki, hicabımı belənisinə bağlayırdım, təkcə gözləmə görə, mənə ki, başqa cür yanaşırdılar. Deyirsiniz, bəzi hallarda hərbi forma geyinirdim, sonra deyirsən... Yox, bəzi, mən evdə, o Şəkidə olan müddətdə. Bu məhkum qadının dediyinə görə, anası bəzi vaxtlar evə gec gəldiyindən, bəzən də heç gəlmədiyindən nənəsi ona böhtan atırmış.
düz yolda olmadığına eyham eləyirmiş. Bu xoşagəlməz söz-söhbətlər nənə və nəvə arasındakı münasibətləri daha da kəskinləşdiribmiş. Anamı təhqir edirdi, çox vaxtları anamı edirdi, sonralar da məni təhqir edir ki, Təhqir edir nə deyir? Ki, yəni əxlaqsızsınız da, yəni əxlaqsızsan, yəni ki, o bilsin ki, öz qızıdır, ən azından çox vaxt elə deyirdi. Mən də o xoşa gəlmirdi, çünki evdə deyirdi, amma cəmiyyət içində, qonşular içində və yaxud da ki, qıraqçı eşidən necə sübut eləyə bilər ki, məsəl üçün əxlaqsızlıq, əxlaqsız deyilik. Ən azından o anadır. Ana necə evladına o sözləri, nəvəsinə o sözləri deyə bilər? Yəni mən anamı izlədim, gördüm anam həqiqətən də doğrudur da. Anam yəni mənim o yolum əxlaqsız deyil, əxlaqsız yuvaya yəni ola bilməz. Çox özünün namuslu, qeyrətli bir qadındır. Yəni mən bunu güddüm. Yəni gecəmi gündüzümə qatdım. O necə ki mənim üçün gecəsini gündüzə qatıb bu günə qədər gətirib boya başa çatdırmış. Nə olsun ki baxmayıb. İndi də keçək baş vermiş dəhşətli hadisənin təfərrüatına. Nə qədər ağır olsa da cinayətin baş vermə səbəblərinin xırda detallarına kimi öyrənməyə çalışaq. Çünki nəvənin nənəsini boğub çəkiclə qətlə yetirməsi adi bir cinayət deyil. Mən günə heç gəldim, yenə də həmən sözlər, təhqir edici sözlər oldu. Biraz da həmən günü psixi durumunda olaraq mən əsəbləşmişdim, yəni gəlmişdim əsəbxanadan, yəni dispanserdən gəlmişdim. Gəldim, dərmanımı qəbul elədim, evdə olarkən anam da, daim arvadı da, yəni ki, daim arvadı getmişdi, anam idi, işdə idi. Çərçivədən çıxacaq qədər sözlər, ifadələr işlədərkən mən özümü çilovlaya bilmədim və bu hadisə gəldi, beləsinə alındı. Mən də özümü toparlaya bilmədim. Yəni boğaraq, yəni çarpayıya yıxaraq onu boğaraq qətlə yetirdim. Son sözləri nə idi? Son sözlər heç bir son söz olmayıb bunun. Reyhan həmin gün baş vermiş hadisəni yerli yataqlı danışmırdı. Ya müəyyən həqiqətləri gizlətməyə çalışırdı, ya da sadəcə həmin dəhşəti yenidən yaşamaq istəmirdi. Reyhan Davudovanın azadlığını, nənəsinin isə həyatını itirməsinə səbəb olmuş həmin hadisənin necə baş verdiyini olduğu kimi bilmək lazım idi. Onda cinayət haqqında real təsəvvür yaranardı. Boğulmuş vəziyyətdə idi, yəni ölü vəziyyətində idi. Heç nə, mən də belə çəkdim, saldım yerə, vurdum. Yəni deyirsən ki, boğdun, sonra da vurdum. Nə ilə vurdun? Çəkişlə. Sadəcə orada elə bir şeylər oldu ki, yəni özüm çilovlayamadım. Sonradan bildim ki, vurmuşam. Çəkişlə də vurmuşam. Hadisə baş verəndən sonra bu dəhşətli qətl kütləvi informasiya vasitələrinin əsas mövzusuna çevrilmişdi. Çünki nəvə nənəsinə "Can nənə bir nağıl de" deməmişdi. Sadəcə onu boğub, sonra da çəkiclə qətlə yetirmişdi. Bu məhkum qadın bir ildir zindan həyatının əzablı anlarını yaşayır. Cinayət, cəza və qapalı zindan həyatı. Görəsən bu müddətdə o elədiyi cinayətin məsuliyyətini başa düşüb peşmançılıq hissi keçirirmi? Peşman olduğum həyatda bilirsiniz nədir? Burada birincisi cavanlığım gedir. Bəlkə də hansısa bir evdə ev sahibi olardım, bəlkə bir hansısa evdə xoşbəxt olardım. Amma bunu ən başlıcası yenə də deyirəm, yəni anadır, anamın haqqında danışmaq istəmirəm, anadan müqəddəs bir şey yoxdur, yenə də deyirəm. Amma anamın anası idi. Gəlin gəldi, gedər şeydir. Yəni ki, belə məsəl var.
əsas anadır. Əgər sənin anan idisə, məsəl üçün, yəni çox rollar var idi, amma yenə də ən azından cinayət mənim üçün oldu. Görəsən bu faciəli hadisədən sonra anasının və qohumlarının Reyhan Davudovaya münasibətləri necə olub? Heç kimin şikayətçi olmadı, heç kim mənlə incikliyi olmadı. Anam özü tutularkən polis şöbəsinə dalımca gəldi. Lazımlı şeylər var idi, bəzi şeylər istədim, onları gətirdi. Cinayətdən dərhal sonra Reyhan törətdiyi dəhşətli qətildən özünü nəinki itirməyib, əksinə nənəsinin bütün varını, dövlətini yığıb düz gəlib polis bölməsinə. Mən hal-hazırda 11 noyabrda gecə saat 8-in yarısında mən polis şöbəsinə gedərək özümü təslim eləmişəm. Arvadın 10.500 pulu, bir də ki 1 kiloya yaxın qızıl. Yəni onu da ki mən, halbuki mən yəni elə şeyə görə heç vaxt nəsə eləməzdim. Reyhan Davudova pulu və qızılı polis bölməsinə niyə gətirdiyini elə izah elədi ki, onun psixoloji problemi olduğunu inanmaq da olmur. Sadəcə mən çıxaram evdən, qapı-baca açıqdır, girərlər ki, evdə meyit var, evə oğurluq da, yəni məqsədi ilə girərlər, evdə soyarlar, gedərlər. Bəlkə 10-15 il iş alacam, onu da yəni üstümə yazılmasın ki, birdən daim deyər, anam deyər ki, evdən bu qədər şey itib, bu qədər şey oğranıb. Yəni bunlar sizə təhvil verirəm ki, yəni mən yəni bu nəyəsə görə yəni etməmişəm bunu. Nəysə, bu dəhşətli qətlin bütün təfərrüatları istintaq tərəfindən sübuta yetiriləndən sonra Reyhan Davudova 15 il həbs cəzasına məhkum edilib. Məhkəmə prosesi zamanı mənə elə bir ki, oxuyanda 20 il bir ömrü olmaz dedilər. 20 ilə gələndə dedilər, ahıl yaşında olmağına görə 20 cinayət işi də, yəni bunu olmaz. Çünki özü ehtiraf eləyibdi. Polislərin məsəl şeyinə görə ki, məni yəni həqiqətən də doğru danışmağıma, verdiyim ifadələrə görə polislər təsdiqlədi ki, düzgün ifadə verməyinə görə, özü gəlməyinə görə, təqdim eləməyinə görə şeyləri, yəni bu insana yəni ən azından ahıl yaşında olduğu, şikayətçi olmadığına görə bu insana 16 yarım getdilər, müşavirəyə gəldilər. Ondan sonra 15 il ciddi rejim mənə oxudular və mən də o momentdə, yəni hakim Rəşid müəllim idi. Mən qalxaraq ayağa bir kəlmə orada dedim ki, mən son sözün nədir? Son sözümdə yalnız dayımdan üzr istədim. Bu dəhşətli cinayətdən sonra heç kim onun yanına gəlmir. Kimsə onunla əlaqə saxlamır. Dediyinə görə hamı ondan imtina eləyib. Reyhan Davudova rezonansın kamerasına bəzi mətləblər də danışdı. Xeyr, hal-hazırda heç kim yanıma gəlib getmir. Tutulduğum 11 noyabrdan tutulmuşam. Yalnız polis şöbəsinə öz istəyimlə məcburiyyət qarşısında anama dedim ki, mənim lazım olan şeylərim var, onları gətirsinlər, qış, yay paltarları üçün belə, yəni avadanlıqlarımı, bunları gətirdi. İşçi ondan sonra gəlmədi arxamca. Amma daimin gəlməyini çox istərəm ki, deyiləsi sözlərim çoxdur. Gəç gəlməsə də çıxandan sonra daimin yanına gedəcəm və daimin yanına səmimi olaraq elə şeylər var ki, məsəl üçün ailə problemləri var ki, deyilmir, amma səmimi olaraq bir daimlə söhbət eləyəcəm. Həbsxana həyatı çox ağırdır. Qadın və həbsxana bir araya sığmayan anlayışlardır. Amma bu məhkum qadın istəsə də, istəməsə də bu həyatı 15 il yaşamağa məhkumdur. Etdiyim cinayətə də görə peşmanam. Peşmançılığım, ən böyük peşmançılığım odur ki, gəlib bura qədər olmazdı. Yəni, bura qədər düşməzdim, yəni buranı görməzdim.
Düzdür, burada da cəmiyyət üçün yararlı insanlar çoxdur. Hər kəs özünə görədir, amma ən azından yəni azadlığın yerinə heç bir şey vermir. Allahın qarşısında alnım açıqdır, bəndəsi kimdir ki? Allah böyükdür, Allah bağışlayan və günahsız öz. Kimin haqlı, kimin haqsız olduğunu Allah bilir. Məhkum qadın bəzi mətləblərə aydınlıq gətirmək istəmədi. Biz də israr eləmədik. Çünki məhkumun danışmaq istəmədiyi məqamları dilə gətirməyə məcbur eləmək bizim səlahiyyətimizə aid deyil. Söhbətin əvvəlində də, axırında da Reyhan Davudova anasına üstörtülü mesajlar göndərirdi. Bu, qətlin baş verməsində müəyyən müəmmalar olduğuna işarə kimi də başa düşülə bilər. Bir kəlmə dayıma deyərdim, anama heç bir deyiləcək sözüm yoxdur. Anama yalnız onu deyə bilərdim ki, bir kəlmə ki, ana sənin anan idi, gəlin gəldi gedərdi. Bir kəlmə bu sözü deyə bilərəm, başqa heç bir söz deyə bilmərəm. Valideynləri və qohumları tərəfindən atılan bu məhkum qadın indi tənhadır. Hadisədən sonra onları görməyən Reyhan Davudova ürəyində qalan sözləri dayısına çatdırmaq istəyir. O səbəbdən ən çox onun yolunu gözləyir. Bir kəlmə demək istəyirəm ki, imkan varsa, yəni ki, daima, yəni bir dənə dayımın gəlməyini istəyərdim. Yəni heç bir şeyin təmənnası, heç nəyini istəməm. Bir dənə məndən görüş almağını istəyərdim ki, ona deyiləcək çox sözüm var. Xeyr, bilmədiyi bəzi məqam, bəzi şeylər var ki, onun bilməsini istəyərdim. Çox istəyərdim. Sadəcə gözündən əlil olmağına görə ki, mən o istəmərəm ki, əsəbləşdirim. Ya istəmərəm ki, mən burada olmağımı, yəqin ki, deyək ki, mən damca gəlməyinə görə belə televiziyaya çıxmışam, xeyr. Lap bura gəlməsə də, mən çıxandan sonra hər şeyi öz Reyhan ağır cəza alsa da ümidini itirmir. Azadlığa çıxacağı günü səbirsizliklə gözləyir. O, hətta buradan çıxandan sonra nə işlə məşğul olacağını da indidən dəqiqləşdirib. Ən böyük arzum odur ki, buradan çıxsam da yenə də hərbiyə gedəcəm. Buradan çıxandan sonra sən hərbiyə götürməsələr? Götürməsələr də lazımi şeylər, elə şeylər var ki, yəqin ki, o biliyim varsa, savadım varsa, əgər dövlətimə, vətənimə əgər yaxşılığım və yaxud da ki, vətənimə qarşı nəsə bilirəmsə, köməkliyim, onları edəcəm. Bu da məhkum Reyhan Davudovanın həbsxana hekayəsi. O, öz nənəsini öldürməkdə ittiham olunub. Bu amansız qətlə görə ona 15 il cəza verilir. O, həm azadlığını, həm də doğmalarını itirib. İndi heç kim onun qapısını açmır. Valideynləri də ondan imtina edir. Rezonans göstərdi. Allah göstərməsin. Mübariz Əsgərovun telelayihəsi. Məhkum ailələri və yaradıcı qrup göstərdikləri dəstəyə görə şəxsən Azərbaycan Respublikası Ədliyyə Naziri cənab Fikrət Məmmədova və Nazir müavini, Penitensiar Xidmətin rəisi General Ceyhun Həsənova dərin təşəkkür edir.